Urfanın adıyla yenə də biz öz oxucularımızı və izləyənlərimizi YouTube-da və Nəvid Azərbaycanın kanalında salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Bugün yenə də biz Ustad İsa Nəzəri cənablarının xidmətindəyik. Özü ki bilirsiniz, Nəvid Azərbaycan kanalında 300-dən artıq Ay Nəzərin xatirələrini çox maraqlı və interest bir yaşayışı olubdur öz həyatında. Nəvid Azərbaycan kanalında bunları gətirmişik, yaymışıq. Hətta Nəvid Azərbaycan da müntəşir olan zamanda bir romanınız var idi, Ay Nəzəri, Bolşevika Aşıq Mişəvənd. Çox gözəl və dəyərli bir roman idi ki, təəssüflə bunu Vizarət-i İrşad o zaman da bunu da mənə vurğulayım burada. Bizə baskılar verdilər, təzyiqlər verdilər, çəkdilər Tehrana, oraya, buraya və bunun nəşrini qabağını aldılar və biz özümüzdən asılı olmayaraq bunun qabağını aldıq və yayılmadı və nəşr olmadı. Bir para bizim Ay Nəzəri oxucularımızdan Nəvid Azərbaycanın kanalında ki, sizin xatirələrinizi oxuyublar, görüblər. Çox maraqlı bir, şəxsi mənim özümə də çox maraqlıdır. Sizin bu yaşayışınız, sizin bu həyatınız nə tər olubdu? Yekan kəndində siz anadan doğulubsuz, orada böyüyübsüz. Oradan nə tər olub gəlibsiniz Urmiyəyə? Bir sıra bunları biz Nəvid Azərbaycan kanalında yazı şəklində bunları gətirmişik. Məqalə ünvanında, xatirə ünvanında gətirmişik. Oxucularımız bizdən istəyirlər ki, bunu da biz elə video şəklində, bunları elə danışıq şəklində gətirək. Təzə nəsillərimizdə, elə öz oxucularımız da bunları eşitsinlər və bilsinlər və ki, nə xəbər idi, nə tər olub və nə zor olub. Ona görə mən üst çövürürəm cənabizə, siz elə bəri başdan buyurun, nə tər oldu, yekanda nə tər oldu, başınıza nə oyunlar gəldi, nə məsailələr gəldi, bizi və oxucularımız, izləyənlərimizi siz bu məsələnin üstündə biraz məlumat verəsiniz. Buyurun. Allah'ın adıyla biz şəhər uşağı deyirik, kənd uşağıyıq. Kənd uşağı həmişə bir neçə pillə bu dövlətin sayəsindən, padişahların sayəsindən, bu mədrəsələrin sayəsindən həmişə bir neçə qədəm daldadırlar. Mən nənəmin deyişi, mən 10 yaşımda nənəmi görmüşəm, tapmışam Urmiyədə. Nənəmin deyişi, mən 17 deyil, 1333'də anadan olmuşam Yekanda. Dədəm Əziz Nəzəridir, nənəm Həlimə Rızazadə. Munta Yekanda yaşayan insanlar fəqət yay müddətində eləyə bilərdilər, şəhrə gedib gəl eləyədi. Əvvələn qışda qar yağardı, 3-4 metr, yolu yox idi. Əslən həmişə bağlı qalardı. Bahar zamanı o çayın içindən ki bizim gəl elərdik şəhərlərə, gələrdik, çıxardıq Evoğluya. Ora sel olardı, sel gələrdi baharlar. Dər nəticə yaylar ki o sel su kəsilərdi, onda bir yolumuz var idi ki, eləyə bilər gedək şəhərə. Ona görə bir il ondan sonra 9 fərvərdi ilə 1334'də mənim şinasnaməmdir. Tarixi təvəllüdümdür. Mən 2 yaşında zahirən bir kənd özü, xanəvadə-i kənd özünün bir para məsali var idi o zaman. Məxsusən tamam imkanat cin il oturdu, mərkəzə idi. Biz kətdə vaqiyyət budur, çoxlu bu məzahir təməddünü görməzdik. Bilməzdik televizyon nə mənədir, radio nə mənədir. Bunlar olmazdı əlimizdə, imkanatımız yox idi. Heç yadımdan çıxmaz, mənim 3 dənə həsrətim var idi kətdə. Biri deydim bir dənə topdur, adamın bir voleybol topu. Biri zəncirdir, çünki hamı zəncir vururdu. Biz uşaqlar zəncirin o idaməsində sinə vururduq.
Deyərdim adam bir dənə zəncir ola, qatışa bu zəncir vuranlara, zəncir vura. Bir də kənd idi, gün vaxtı hər yer zülmət olurdu. Deyərdim adamın bir çıraq qüvvəsi ola. Hər yerə gedəndə sala vuzur, işıq görə. Çünki o bir çıraqlara dəbəşlənməzdi. O bir çıraqlar, filtə çıraq dəmidanım, doğru çıraqlar bunlar. Dökülərdi, nəf filan behman. Rahat bu bir şey. Bu üç dənə mənim arzumdur. Bəli, mən 2 yaşında mənzur ki bu çətinliklər, məxsusən yekan kimin kətdə ki, fəqət daşdı. İndi də getsən elə, fəqət daşdı, ayrı bir şey görə bilməsə. Ərz eləyim, mən 2 yaşında dədəm təsadüf edir və ölür. Der nəticə nənəm hamiləymiş bacıma. O da farıq olandan sonra böyük nənəm onu evdən ötürür eşiyə, git dədən evinə də. Vaxtı ərin ölür, sənin burada qalmağa haqqın yoxdur. Der nəticə mən, bacım və bir dənə də böyük nənəm bizi böyüdür o kətdə. Mənim bu yadıma gəlir ki, mənim əlimi tutdu apardı mədrəsəyə, İran şəhər mədrəsənin adı İran şəhər idi. Orada yazmadılar. Dedilər, bu uşaqdır, bu hələ 7 yaş olmayıb, bu eləyə bilməzlər, oxuya burada. Böyük nənəm məni çəkə-çəkə apardı, bir məktəbxana vardı, Mirzə Məhəmmədin məktəbxanası. Yazdırdı oraya, mən 1 il orada Quran və ərəbi oxudum. 1 il ondan sonra mədrəsə ki məni yazdı, 7 yaşımda gəldi, yazıldım mədrəsəyə İran şəhəri. İran şəhərində 4'ü qutardım, 4 ibtidaini. Kullu məsailimizi də böyük nənəm həll edirdi. Həm dədə idi, həm nənə idi. Ta ki vurdu mənim böyük nənəm səcdələr. Səcdə də bu səcdələr için görürük dəyirdi bir hesab. Əslən kamil bir dənə ot oldu, bir ciyayl zindagi başladı. Heç quna imkanı hərəkəti filanı yoxdu. Mən buna davalada süt sağardım, aparardım, boğazına süt dökərdim. Gedərdim davalara yem verərdim. Çox zalıqdır bizim zindəqanlığımız. Mən indi də yadıma düşəndə Xuday aləm şahid otururam, öşütməklə ağlarım. Mən deyərdim Allah, bu insanlar niyə heyvanlar kimi fəhmi yoxdur? Mən bu davara ot verirəm, yonca verirəm, samanla qatıram, arpa verirəm. Bu da mənə süt verir. Niyə deyərdim bunu müəllimlər qanmırlar? Mən o işlərin sayəsində mədrəsəmiz təqribən çok yoxun o evimə. O evi ki qalırdıq. Mən böyük nənəmə yedidəm, içidəm, aparam, eşiyə gətirəm, duvar evdə yerinə salam. Davarlara su verəm, yem verəm, mədrəsənin zəngin eşilərdi. Qaçardım mədrəsəyə, mədrəsədə səhv durublar, suru da oxurlar, Şəhənşahı Mazilli Bada filan mehman, mən bevəx yetişmişəm. Durardım mədrəsənin o divarının dibində ki, bulağın surudu qutula, birdən zəlzələdar bəlbədə olardı, mən surudu Şəhənşahı oxuyanda bir nəfər gedib səhvə girənməz. Ərzəm, bunlar ki qutulardı, mənə çağırardı müdir, əllərini aç, əllərini kifirdi. Ot verməkdən gəldim davarada. Dırnaqların uzundur. Biz dırnaqdan görməmişdik heç onu. Qeysimiz vardı. Qeysi ilə mən sağ əlimlə, sol əlimin dırnaqlarını tutardım. Amma solunla sağ əlimin dırnaqlarını tutamazdım. Dənətçi dırnaqlarım uzundu. Biraz ona vurardılar. Bəzbədə müəllim, nazimlər yorulardı vurmaqda. Ağacı verərdilər, o bir yekə uşaqları ki vardı. Məmurlar müfsir elərdi, filan elərdi, onlara o vurardı. Bir dənə bir fərəməz dehatı vardı bizim kətdə.
Bu mövsürümüzdür. Müdür və müəllim ağacı verdiləmlə bu mənə vura. Ağac üçün əllərim çürüdü. Huş eləməzdim. Fəqət həsrət çəkərdim bu müəllim niyə bilmir bə? Birdən deyəndə dədən gəlsin, deyərdim dədəm yox. Nənən gəlsin, nənəm yoxdur. Böyük nənən gəlsin, səkr eləyib gələnmir. Bunlar niyə bu eləmirlər ki, baba, mən öz zindəqanlığımı özüm idarə edirəm. Mən min cürə iş görürəm və əllərim nə mənədir? Kifir olur. Ben kitablardan çıxırım gəlim məsəyə. Həsrət çəkərdim ki, bu müəllim nədə də, bu nazım nədə də, bu müdirlərdə də bir at cana qanacaq olar. Bir at cana huş eləyərlər. Niyə mənim əllərim kifirdir? Niyə mənim sol əlimin dırnağım uzun deyil, sağ əlimin dırnaqları uzundur? Bunu bir dənə müəllim fəhm eləsə, mədrəsə də nə mənədir? Mədrəsə vaqiyyətdə işgəncəgahıdır. Mən neçə dənə xatirələrimdə də yazmışam. Farsı bilmirdik, Farsı başlıydı bizə dərs verirdi. Bu inhəmə mən ömrümdə dəstən ötür kötək yeməmişim. Hər yerdə. Danışqahdan ixrac olmuşam bir xatirə məsaili siyasi. Mədrəsədən qaçmışam bir ayrı məsailə görə. Kötək yemişəm Dəbistanda vaxtı 7 yaşım var. Vaxtı 8 yaşım var. Bir xatirə bu iki əllərim kifirdi. Bir xatirə bu iki tırnağım uzurdu. Bir xatirə bu iki bebək gəldim. Surudu Şahanşahını oxuyanmadı. Məmləkətin payələri yıxıldı da. Çünki mən yekanda Surudu Şahanşahıya yetişməmişəm. Mənzur həmişə bir həsrətim vardı ki, bu almış pərvəriş bir adamdan əlində olar ki, fəqət bizə də qanalı. Eyni bu davarlar kimi. Mən davara yem verirəm, süt verirəm, davar da mənə su verirəm, davar da mənə süt verir. Yəni mütəqabil bir dənə irtibatımız var. Bu idamə tapdı. Mən sağır ibtidanı qurtarmışam. Qış idi. Həyətdə bir qardan dam düzəltmişəm. Davarlar da yem töymüşəm, yolunda töymüşəm orada otdulla həyətdə qarların üstündə. Mənim böyük nənəmin bir qardaşı vardı, onun xanımın Lala bacıydı, bizim qonşumuzdur. Bu Lala bacı gəldi, getdi böyük nənəmin yanına, birazdan sonra gördüm ağlayıb, çıxdı eşiyə. Gəldi mənim yanıma, dedi, burada neyinsən? Dedim, nə qanlı verirəm də, tobalara yem verirəm. Qardan ev düzəldirəm. Bu da dedi ki, bədbəxt, sən bu kətdə pamal olacaqsan, sən bu kətdə aradan gedəcəksən. Sən qaç get, bir dünya var, bir eşdə, bir ayı yerlər var. O qədər təriflədi bu Urmiyyədən. Dedi, baba, fəqət bir gün, 2 gün qaçsan, ondan sonra yetişəcəksən bir eşdə. O ayat işi yazıb Quranda nəm su gedir, ağaçların dibindən nəm idanəm. Otlar güvərir, olmalar sallanır, üzümlər sallanır. Bunlar bizə vaqiyyət bir dənə rüyayı behişti idi bizim. Mən dedim, mən getməm bəran ki, mən burada dədəmin yurdudur, yerləri var, evi var, eşiği var, davarı var, tangahı var, darayısı var. Dedi, oğlum, bu daraylar sənin dədən ölümdən qurtarmadı. Səni də qurtarmaz. Dedim, bir təsadüf olub, bir naxasta təsadüf. Aradan gedib də ölübdü. Dedim, onu böyük nənəm bu yalanı sənə deyirdi. Sənin böyük nənən bir dənə zalim idi. İndi də ki, bu cür düşüb bir quşəyə, əlindən bir şey gəlmir. Əlindən gəlsəydi, mən də böyük nənəmi Allahdan bətər pərəstiş edərdim. Çünki fəqət o vardı zindəqanlığımda.
İnanmadım, bu ısrar elədim, mən inkar elədim. Bu macirayı mənim dədəmin ölməyindir. Dedi, sən dədən bu arvad öldür. Öz oğlunu ya. Hökm verib, bu bir dənə bir sərdarıdır, bu bir dənə bir tezarıdır, bu bir dənə bir imperatorudur geçanda. Bu bir dənə xaricər bizə işləyənlərdən 5 dəqiqə işi tətil edəsəydi, zindiqanlığını dağıdardı. Bir dənə xanım xaricər əgər uşağına 5 dəqiqə süt versəydi, dudumanını dağıdardı bu arvad. Sənə mehribandır, bəli. Sənə çörək ver, qaza ver, filan eləyir. Yetişir biləyə. Bəli, bu da elə o bir zalimlər kimin sənin müəllimlərindən pis bunlardır. Öyrənəndir. Mənim dünyam əvəz oldu. Mən o tarixdə dediyim kimi də mən Allaha desəydilər, danırsan ya böyüklənin, deyərdim Allaha danıram, bəli böyüklənim mənim zindiqanlığım. İstəməkdə də o mən istərdim, mən onu istərdim. Bir dənə eşqi o tərəfə idi. Amma o gün ki bu Lala bacı gəldi, bu məsələ mənə açdı. Mən gördüm, nənəm mənim yoxdur. Bir dənə nənə yox, dədə yox, o da yeşan kimin bir yerdə, bir dənə uşağa bir dərddir. Müəllim deyəcək, dədən gətir, dədəm yox. Niyə yoxdur, ona mərbut deyil, bəs nənən gətir, nənəm də yoxdur. Böyük nənən gətir, o da zəkr eləyibdir, gələnməz. Havar təşkil etmə, səni kim eləyib? Zindiqanlığın yeyib, özüm. Mən özüm işləyirəm, özüm yeyirəm, özüm pişirirəm, özüm sağıram, özüm zindiqanlığımı eləyirəm. Bir dənə bir nabaværi, bir dənə bir inanmamaq. Bəran ki, heç biri bu sözü inanmadılar. İnanan o cür rəftar eləməzdi məndən. Biləxərə mən o gündən böyük nənəmə etimadım əldən verdim, imanım əldən verdim, böyük nənəmə nisbət kafir oldum və gecə ilə yeşandan qaçdım. Neçə yaşınız var nəzərdə olsun? Dəqiqən məsələn 8-9 yaş. 9 yaşım, 10 yaşım nəhayət. Bəli də çağrımı qutarmışdım da, çağrımı qutarmışdım. Ərz eləyim, mən yeşandan qaçdım, gəldim, ev oğluda gedim, bir yaxda gizləndim. Nə fasilə idi ailəcəli, sizin kətdən ev oğlu, üç yolu nə qədər? O zaman mən bir uşaqdım, qaçmaqda məsələn yarım saat, bir saat. Maşınla indi 10 dəqiqə, 15 dəqiqə biz o Zulfanın ki yazıb yekanat, oradan aşağı ev kəndidir, ev oğludur. Oradan bir 50 kilometr üstə Zulfadır. Bir 40 kilometr bu tərəfə də o Məsiri gedir Yamçıya tərəf, Mərəndə tərəf. O da yekandır orada. Mən orada özümü gizlətdim ki, mənə yekanlılar görməsin, gəlib tuba aparmasınlar. Uşaq fikridir da. Sübh 5'də bir otobus səsi ilə ayıldım, gördüm Allah verdi vardı. Bilmirəm, qalır ya, Allahın rəhmətinə gedir. Ölüb Allah rəhmət eləsin, qalır Allah, səlamət eləsin. Bu, çıxdım yola, əl elədim, saxladı. İsa sən burada neyinsən dedi. Dedim, mən istəyirəm gedəm nənəmin yanına Urmiyəyə. Deyirlər mənim əmlərim, dayılarım, tamamı. Fəkki familim Urmiyədədir, mən indiyə kimin böyük nənəmə qalmışdım yeşanda, təhcanıma. Bu dedi ki, bə yeşanda minədim maşına gələrdik da süb. Gecə ilə niyə gəlmişsən buralara? Dedim, kəndilər qoymazdı onda. Əhməd qoymazdı, Hüseyindan qoymazdı, Ömər Həsən qoymazdı. Mənə niyə qoydu? Kətmə niyə qoyman kətdən çıxan? Dedi, babacan, bir kənd 8 ildir, 9 ildir. Bu həsrətlərdir ki, sən nə vaxt ikilətsən nənən də alacaq? Sən indiyə kimin hamı bu intizarı vardı səndən ki, sən
Buradan çıxasan gedəsən, kimin nə iş var səni tutar? Biləxərə mənim indiydi maşına ev oldu da, gəldi Xoya. Xoyda da bir Urmiye maşını tapdı. Dedi ki, hesabına apar Urmiye'ye. O da elə Şapır xiyabanında bu düşsə, bu gedər tapar. Hesab əmisindən, dayısından, nənəsindən filanından. Mesela o tarihe kadar siz Urmiye'ni görmemişsiniz. Bir dəfə niyə? Bir dəfə böyük nənəmlə Məşədə getmişdik. Məşədə gedəndə Urmiye'ni görməmişdim. Bir dəfə də böyük nənəm mənə demişdi, hər nənə almışdı, bir nəfərə torşurmuşdu, ged Urmiye'də nənəni gör. Bir dəfə gəlib görmüşdüm. Bunlar o zaman ikisiydi de. Dükkana Bəli, 4 dənə dərvazəsi var idi, bəli. Biz Şapır xiyabanını, düşürdünü, Başaşağanı, tamam yekanlılar idi. Ərz eləyim, Bazarbaşı, hesab, müxtəlif dərvazələri. 4 dənə dərvazəsi var idi ki, biri o Şapır dərvazası idi. Oradan o yana çöl idi. Bu Bakırı xiyabanında hamısı çöl idi buralar. Tutduq o da hamısı. Danışada xiyabanında əslən evin mənası yox idi. Böyük bağlar idi, tutstanlar idi, tutduqlar idi. Bizim bir familimiz vardı. Somunabadda olurdu. Bizim getmənin bir xalam Somunabadda olardı. Danışada xiyabanına gəlim vardı. Kaşanıdan uçardıq Danışadaya gedərdik Somunabada. Oradan da qeydərdik, gələrdik Şapır xiyabanına. Mədrəsəm də Əmin Kəbir idi. Əvvəl Məhəmməd Rza Pəhləvi idi meydanda. Meyvə meydanında. Sonra da Əmin Kəbir idi Şapır dərvazasında. Əslən bir Urmiye də bir gözəl bir yer idi. Çox bir ev kimin bir yer idi. Bu surətdə Didərü Peykər böyüməmişdi. Usul üzündə idi hər nə. İşim yox. Mənzur mən ki gəldim Urmiye'ye, burada bir ayrı zindeganlık başladı. burada nasıl evinizi tapabildiniz? Bəda düşdüm, mən evi gəldim, o zaman ev Şapır xiyabanındaydı, Həsəmin evi. Mənim Həzəmim də, nənəmlə də zıvac eləmişmiş. Bacım da olan yanında qalırmış. Mən vaxtı gəldim, qapını çaldım, bacım mənim qapını açdı. Dedim çabam, mən həmişəlik gəldim sizin yanınıza Urmiye'ye. O da dedi, vay vay vay. Mənim o bayramlıklarım yarı oldu yani. Səndən məcburam bayraqlarımı böləm, məndən bir 2-3 yaş xırdadır bacım. Ərz eləyim, mən o il mədrəsələr yazmadılar, gedəmədim mədrəsəyə. Çün məndən sənəd istədilər. Ki, sən çağrı müftüzanı oxumusan, karnamın gəliyorlar. Mən yayda getdim, karnaməmi alam yekandan. Dedilər, bəraderanı Əsədinan. Biri müdirimiz idi, biri müəllimimiz idi. Bu iki qardaş tamamən mədariki mədrəsədən götürüb lapapla Səlmasa. Çünki tətil olub mədrəsə. Mədrəsədə indi xərabəliklər qalır elə. Yekana girəndə xərabələr eyni təqsəmçi kimi qalır. Ərz eləyim, mən getdim Səlmasa yayda, bu müəllimin evini tapdım. Axtardım bu müəllimin evini tapdım, qapını çaldım. Müəllimimiz qapımızı açdı. Bu da bir vaqəən trajediydi. Qapını açdı, məni dedi ki, içəri. Getdim bunların evlərinə, böyük bir həyatıdır. Qəşəng meyvə ağaçları filanları, behmanları, alma, alça, tut, cürə-bücür ağaç vardı. Bunlar bir dənə də təxt qoymuşdular, xanımı, nənəsi, xanəvadəsi, 2 qardaş. 2 xanəvadə bir yerdə orada həm yaşırdılar. Mən həyətə girəndə bunlar orada nahar yeyirdilər. Mən zorla çağırdılar, tutdular surpa başında. Dedim, müdür, mən gəlmişəm, məndən karnamı istədilər Urmiye'də. Urmiye'də deyirlər, dərs oxumağın idamə verirsən, səncə karnamələrin olur.
Dedi, xiyalın rahat olsun. Sənin karnamələrin bu da mənim əlimdədir. İndi hamısını verəcəyim sənə. Fəqət gərək bir iş görəsən. Dedim, nə iş görə? Dedi, sən gərək bizə helal edəsən. Dedim, baba, nə helalı? Siz müəllim, siz mən deyil. Şahidam, mənası nədir mən sizə helal edəyəm? Dedi, yox. O qardaşı öndən dedi ki, sən niyə bizə demədin və dedəm yox. Dedim, siz hər zaman demişsiniz, dədə həncədə. Demişdim, dədəm yoxdur da. Mən deyirdim, siz eşitmədiniz. Deyirdiniz, dədən yoxdur, nənən gəldi. Deyirdim, nənəm də yoxdur. Və səni kim böyüdür? Deyirdim, böyük nənəm yanında qalım. Deyirdi, git böyük nənən gəldi. Yəni, böyük nənəm də gələnməz səkdə eləyibdi. Bulağı mən deyirdim, müəllim eşitmirdi, nazım eşitmirdi, müdür eşitmirdi. Bəli, mən bir dənə xilaf eləsəydim kətdə bir xilaf eləmişdim məsələn, xatirəsini yazmışım. Qumar oynamışdıq uşaqlarla. Tükanda qovunları, qarpızları, heyvaları, almaları yarıdan bölürdük. Bərabər bölsəydik, udurduq. Artıq əsri olsaydı, tükən sahib udurdu be hesab. Bir 12 tümən mən boş çıxartmışdım. Bizim də nəqd pul yoxdur ki, Yeçanda. Mən o Yeçanda işləməyimi də deyim, bir fikrə düşdüm ki, mən gərək pul qazanan pul çıxardım. Mənim dədəm yoxdur, nənəm yoxdur, o bir uşaqlar kimindəydi. Mən gərək işləyəm. Getdim, ərik qalx edirdilər. Belə bir səbətlər doldururdular. Dedim, bunu Əli ağa himməti bilməm indi də qalır ya. Qalsa da Teyrədən onlar köçüb getmişdilər sonra. Dedim, bunlar birin doldurmağa neçə? Dedi, bunlar birin hər kəs, hər xaricə doldursa 1 qram. Dedim, baba, mən 1000 dənə bunlardan doldururum. Nə nədir? Əriyi bir eləyətsin, səbədə. Gəldim, bir təxtə, bir səbət doldurdum. Gördüm, barmaqlarım bir his oldu. İşləmir. Buna apardım, təhvil sərkarcıya verdim. Bir dənə bir nevişdə verdi ki, apar tükanda Hacərlidən dəstimuzun ol. Dəstimuz neçədir? 1 qram. O da tükana sadə 1 qramlıq tapılmadı. Döndü bir dənə kibi dattı buzu tərəziyə. Bu da sənin. Mən kibidir, nə edirəm? Kibidir. Dədəm alından, məsələn, daha böyük nənəmin qardaşı həzinə edir də, gətirir kibidir filanı beymanı. Mən nə qədər fikirləşdim, gördüm mən Yeçanda nə işləyə biləcəyim, nə pul qazana biləcəyim. Bir də 2 təbəqə saxlamanımız vardı. Çıxdım orada, nalə ilə hesab, suzunaq. Həm Quran oxudum, həm ağladım. Həm dədəmə Quran oxuram, həm də ağlıram. Sabahsı gördüm, Xədicə bacı vardı, indi də vardı, Allah səlamət eləsin. Qonşumuzdur. Gəldi, dedi, İsa, dedim, bəli. Dedi, sən ya Quran oxumaq başarsan. Dedim, Xədicə bacı, mən 1 il məktəbxanada gəlib Quran oxumuşam. Dedim, mənim dədəmə də Quran oxuyasan. Dedim, niyə oxumuram, oxuyaram. Çıxartdı mənə bir dənə 2 tümən verdi. Kağız 2 tümən neydi? O zaman yekəb olurdu. 2 qranı biz tapanda qolu şükür elədik Allaha. Deyə yavaş-yavaş albüm gəldi. Mənim də dədəm oxudu, bir 2 tümən verdi. Mələk xanım gəldi, mənim də dədəm oxudu. Da mən o məhəllənin dədələrini Quran oxuyandım Pəncəmbədə. Hər həftə də bir 4 dənə, 3 dənə, 2 dənə, 2 tümənlik vardı. Mənzur o Quran oxumaqdan da mən oldum orada sərmayədar, yəni Yeçənin sərmayədarı idim. Bunda qumarda tuzdum. Mənzurum bir nöqtədir ki, həmən müəllim ki, həmən müdir ki, xuş eləmirdi. Dədəm yox yəni mənə, nənəm yox yəni mənə. Eyni olurdu bir dənə rəis başqa.
Xanım, şansının xanımı gedirdi, mədürə deyildi, çavur, bu uşaqların mənə borcu var, vermirlər. Yoxumuzu da verək yəni. Bu müdir səkirdi səfər, sabah dədəzi gətirin, nənəzi gətirin, ya pulu gətirin, ya məsəyə gəlmə. Mən Urmiyə qismətində də deyəcəyim. Bu nazimlər, bu müəllimlər, bu məmləkətin vaqiyyət budur, nə mənə başıma gəlir. Mən bunu həmişə demişim, özüm bilirsən. Məqalatımda da yazmışam. Hər kəs deyib, niyə idarə edən filanda, idarə filan əmniyyətdə niyə cəmaatı vururlar, bazılıqda niyə vururlar? Deyəm, sən müəllimin məhsili vurur. Sən müəllimə deyilən məhsili vurmasın, o zaman görün bir nəfər bazılıq eləyə bilər müttəhəmi vura? Bu vurmağı sən öyrətmirsən də. Sən demişsən, harada gördün, dərs oxumur, vur. Bizim zaman hətta BBC-də bir bəhs var idi. Dünyada vurmaq nədəğən olur? Vəli İranda gərək vurasan da, vurmasan istidlal edirdi. Ustadı danışqahıdır. Mən bu Urmiyyədə bunu radyodan eşidirdim, BBC-dən. İranda hətta bir şeir oxudular, üz üstürəm. Ta nə başət çobutər, fərman nə bərət qabıqər. Yəni bizim amuzuşpərvərmişimiz vaqiyyət budur. Mən həmişə, bu işim yox, Səlmasda müəllim dedi, sən gedəndən sonra biz getdik ki, bu uşaqlarda dedilər, qaçıb gedib Urmiyyəyə nənəsi yanı. Balam və bunun dədəsi yoxudur. Böyüyü də səkr eləyib yeydədə. Biz başladılar ağlamağı bunlar Səlmasda. Yəni bir dənə rəsmən matəmsər oldu. İndi yalvarırlar mənə bizə əff elə baba dedim, siz mən əff eləyən, narahat elədim, filan dedim. Mən gəlmişəm karnaməmi alam gedim. Karnaməmi bunlardan aldım, gəldim bu Məhəmməd İza məsələsində, Məhəmməd İza Şah Pəhləvi, Meydanı Meyvədə qədim, Meydanı Meyvə idi indi. Neçə dənə meydan kəxdir, həm ora meyvə meydanıydı, həm də buğda meydanıydı. Sonra buğda meydanı gəldi, bu tərəfə meyvə meydanı da getdi. Həmən o hesab şəhrin eşiyinə. O zaman orada Məhəmməd Şah Pəhləviyə mən yazıldım, pəncümə yazıldım mən Dəbistan Məhəmməd Şah Pəhləviyə. Heç yadımdan çıxmaz. Mən bir gün uşaqlar mənəsədə, mən deyərdim da bura şəhərdir, bura Urmiyyədir. O zaman Urmiyyə deməzdik, Rizaiyyədir. Rizaiyyəni o zaman bizim beynimizə soxmuşdular ki, Paris də İrandır. Biz elə Rizayyə deyəndə iftixar edərdik, yəni İranın Parisidir. Ərz eləyim, uşaqlar top oynayırdılar mədrəsədə. Mən də durmuşdum, baxırdım. Mən uşaqlarla top oynamazdım, cənab məhəm. Bir xatırı bu işi birdən xəta elərəm. Düzdür, mən az nəzərə mali Urmiyyədə təmin edim, mənim hocamın, buranın bir tacirlərindən. Vəli mən bilirdim mənim dədəm dəyə. Mən ondan pul istəyənməzdim. O mənə pul verərdi, vəli mən ona deyənməzdim. Mənə pul ver filan da. Çünki kabusum odur bu əslən. Ki bu ev bir gün qapısı mənim üzümə bağlansa, mən avara qalacağım üçün dədəmin də evi xərabəyə dönmüşdü. Yekanda böyüdənəm ölmüşdü. Ev dağılmışdı, getmişdi. Bir dənə Urmiyyə evi idi ki, bilirdim bu mənim dədəminki deyil. Çox bağışlayın. Siz yekandan o vəziyyətdə durdunuz, qaçdınız, gəldiniz Urmiyyəyə, onda böyük nədən məhəlisiz? Bəli, o məhəlisiz, yerdəydi. Siz Urmiyyəyə gələndən nə qədərə kimi o yaşadı? 3-4 ay sonra o fot edildi. Ona kim yetişirdi bu 3 ay? Ona qızı. Mən qızına pəyam yollamışdım, Hamal bibimə. Mən qaçdım, mən getdim, səncə böyünə nənəyə sahibdir. Nənəyə sahibdir. Onlar yetişdilər. Daha yetişdilər, yetişmədilər, biləxərə öldü. Ora ev dağıldı da. Bəli, da evində xərabə dağıldı, getdi. Bəli. Bir qarın kürəməsən yağışını filan eləməsən dağılardı. Onlar da hamısı çomurdan evidir da, ağacıdır, çomurudur.
İndi də mən gedəndə uşaqlarımı, əyalımı aparıram orada baxarı. İki təbəqəliği billənir, bəli də sətfi yoxdur. Fəqət divarlara qalıb, yıxılıblar. Xeyr, o zaman biz ki Urmiyyədəydim, Hacəm verdi əmimə. Hesab o zaman böyük bir dənə Hisar qapısı vardı. İndi mümkündür 30 milyona zülmə qoymuyor. Bəli biz oranın kökünü verdik 3 min tüməni. O zaman o cürdür da. Bəli. Ərz eləyim, mənzurum Səlmasda bir dənə bir matəm tutdular ki, sən bizə deməmisən, dedim, mən çox demişim sizə. Siz hər zaman məni vururdunuz, əlin niyə kifirdir, dədən gəlsin, dedim, dədəm yox. Müntah eşidən yoxudur. Bizim məmləkətdə o zülmün ki, bir dənə yetim uşağı olur, bunu şəxslər deyilir, dövlət deyilir, mədrəsə deyilir. Yəni, hər kəsin əlindən gəlir, üz üstürə, məxsusən onları ki, içərilərində bir zülm eləmək, bir qudrət nişan vermək zadı var. Mənim demə, böyük nənəmin qorxusundan mənə bir söz deyən məmləkətdə. Mən olmuşam özümə görə bir şah. Və gəlin o böyük nənəm, o Lala bacı mənə dedi o, sənin cəmaat bilsə bu böyük nənən, bu cür. Yəni, olub bir dənə bir ot, bir dənə giyah, səni aman verməzdir, yaşayasan burada. Bərain ki, sənin dədən tənha basavadı bu kəndiydi. Sənin babaların burada tayfa davuslara düşüb, hamısı bir-birini öldürən bir-birinə. Cürə-bəcürə məsaili ki, bir dənə uşaq məcburdur bunları. Onu deydim, mən uşaqlarla oynamazdım, top oynamazdım, əlimdən xəta çıxmasın. Çünki nənəm deyərdi, nəm neyilsən idi. Fəqət bizi bu müəllimlərlə, bu mədrəsə ilə, bu amuzpərvərlə rudər eləməyəcəksə. Nə Hacəmin gələndi mədrəsəyə, nə mən gələm mədrəsəyə. Bir gün uşaqlar top oynuyordunlar, müəllim gəlməmişdi, mən də durmuşdum kənarda belə baxırdım. Bir dənə də nazimimiz vardı, çox uzundu, üz üstürəm. Buna uşaqlar deyərdilər Zərrafə. Zərrafə də çıxmışdı orada məsələn dəftərinin qabağına. Top oynayanlar topa bir dənə təpik vurdular, ya yumraq vurdular, hər nə vurdular. Top fırlandı, getdi, böyük bir şüşə vardı dəftəri mədrəsə, onu sındırdı. Nazım ki bunu gördü, oradan gəldi bizə tərəf. Top oynayanların hamısı qaçdı getdi. Hərəsi bir yerə qaçdı. Mən də dedim də bura Rızaiyyədir, bura Paris, İrandır. Yekanda hər ki yetişi müəllim məni tapdı ya. Bunu durdum, dedim gəlsin. Zərrafədir, bizə xıratamdır da. Gəlsin. Özü gördü əvvələn cərəyan nədir. Top oynayanların topu getdi məsələn, şüşəsini sındırdı. Mənə yetişdi, dedim, səlam ağayı Nazım. Bir dənə sillə vurdu mənim qulağımdan, indi də mənim qulağım bəzbədə cincildi. Dedi ki, yapışdı mənim əlimdən, sürüyə dəftər apardı, müdiri məclisəyə dedi, mənim gözümün qabağında bu vurdu topuna. Mən sənin şəxsin sınırdı. Nə qədər and içdim, amma baba, mən heç top oynamırdım. Mən kənarda baxırdım, onlar qaçdılar, mən fəqət qaçmadım. Mənzuru etimadı deyirəm, mənim indi heç kəs etimadım yoxdur. Mən Tehran qismətində deyəcəyim, tamamı səranı məmləkətimlə bir yerdə oturmuşaq, bir yerdə tizbeyiz buzu tanışmışıq. İmam Xumeynisi ilə, Mişinisi ilə, Müntəzirisi ilə, Talibanisi ilə, Mütəhərisi ilə, nə mənə məruf bu zamanda mübariz filan, Behman, Nəmidanəm, ənva əqsamı bunlarla oturub danışmışam, heç kəsə etimadım yoxdur. Bərain ki, hər yerdə etimad eləmişəm dər tul zindigiyə amuzpərvəriş, orada bir dənə bir kötək yemişəm, orada bir zərbə görmüşəm. Əzəlim məni çəkə-çəkə apardı. Müdirin yanına, müdir də dedi, ixraçsan, ta zaman işi şüşənin pulunu gətirəcəm. Getdim evə,
Nənəm mənə dedi, mədrəsə vaxtı evdə neynirsən? Dedim, valla uşaqlar vurdular, Şuşanı sındırdılar. Nazım da yıxdı mənim boynuma da. Məndən svari bir adam tapamadılar. İstirlər pulum məndən alırlar. Böyükdən, nənəm mənim hissləndi ki, sənin dədən yoxdur. Ha? Ayrı uşaqlara baxma. Ayrı uşaqların dədələri var, mümkündür buralar. Pəncərəni də sındırarlar. Sən öz dədən deyil. Bunu bilirsən ya yox, dedim, bilirəm. Ona görə uşaqların ən heç top oynamana. Bərain ki, mən əmimdən bir xərc istəməyəm, ya ona bir zərbə, fişar varid olmuyor. Mədrəsəyə istəyərlər, filan eləyərlər. Mən bu müştbəylə ağladım, dedim, mən bilirəm o Nazımdan moderniyə məni bırakmırlar. Bərain ki, deyirlər, İsa Nəzərini bıraktıq, kim var əlimizdə? Kimdən pul alacaq? Bənabərin bunu tutmuşuq bırakmayın. Sındırıp sındırmayıp bize mərbut deyil. Bundan getdasız bu pula alarsınız. Sen niye inanmırsan mənim sözümə? Sen burada mənfəətin nə mənə? Mənim ağlamağıma bu təhrik oldu, narahat oldu. Getdi bir qulləki vardı, onu sındırdı. Dəxili. Dəxildən 10 tümən, 12 tümən neçə pul çıxdı. Verdi mənə, dedi, apar mədrəsəyə, bəli, mədrəsədən qalma, getməsi. Mən də getdim, gördüm şəhətçi gəlib onu salıb. Dedim ki, müdür dedi 6 tümən yarım verdik. 6 tümən yarım verdim ora, məni qoydular idame təhsil verə. O Nazım ki, bilə-bilə və yalandan məni tutub aparmışdı. Müdür yanına dedi və deydim, mən sındırmamışım. Dedim ki, nə deyirəm mən sındırmamışım. Və niyə xəsarəti verdin? Deyəmədim be filansa, mən mədrəsədən ixraz elədim. Biz bu cür bir zindagi geçirmişik. Onlar ki, büyün deyirlər. Nəm şah yaxçıydı, nəm ay belə oldu, şah niyə getdi filan elədi. Şahın haqqı idi o ki, başına gəldi. Gərək bu məmləkət inqilab olardı. Bərain ki, bayaq dediyim sözdə hər kəsin əlindən bir dənə bir o zirdəstə zülm gəlir, onu eləyir. O baladəstə nə mənədir? Korniş edir. Baladəstə yaltaqlıq edir. Bu bizim zindəqanlığımızdır. Ərzəm huzur, mən gəldim burada Məhəmməd Zanı qutardım. Getdim Dəbiristanı Əmir Kəbirə. Dəbiristanı Əmir Kəbirdə 3 il sigl əvvəlidir. İkinci 3 ilə keçəndə mən orada olmuşdum Şurayı İctimai Dəbiristan. O zaman cələsələrdə olmazdım və o təsmimat tutulardı, mən də imzalayardım. Üzv danışanımızı Şurayı İctimai Məclisə. 6 il orada oxuduq. Ərz eləyim. Bizim bir müəllimimiz vardı, Ayı Qudrətullah Cəfəri. Bu Hizb-i Paniranistin rəisiydi Urmiyyədə. Tehranda bizə şüpurudu, Rızaiyyədə Ayı Qudrətullah Cəfəri idi. Bizə hizbin yerində klas açardı orada. 10 nəfər, 15 nəfərə ərəbi dərs deyərdi, məntiq deyərdi, fəlsəfə deyərdi. Çox savadlı müəllimdir. Və dərzim bir dənə siyasi paniranist idi də, az nəzəri fikri. Mənim əvvəlim məqaləm Xaçıxun orqan rəsmi Hizb-i Paniranistdə çap oldu. Yəni mən bir mətləb yazdım, klasda oxudum, bunu Cəfəri bəyəndi, yolladı Xaçıxuna, orada çap oldu. Dər nəticə ilə biz də xutb oxuduq. Mədrəsənin uşaqları ki, müəllimimiz Qudrətullah Cəfəri idi. Bizə hizbin məhəllində dərs verdi. Burada indi İmam Xiyabanı, o zaman Pəhləvi Xiyabanı idi. Bir dənə Paşazıdır, Paşazı Bənai. 12-ci təbəqəsində hizbin dəftəri idi. Biz burada olduq. Hizb-i Paniranistin üzvü Ərzəm huzuru münəvvər məqalə yazıram mən. Xaçıxunda çap olur. Xaçıxunda orqan Hizb-i Paniranistdir. O tərəfdən təlimat dini müəllimlə narahatdır. Baba, sən Xaçıxuna niyə yollusan deyim və kimə yollayım, mən məqalə yazırım.
çap ola bir yerde de. Cətin Məktəb İslamı. O zaman Məktəb İslam'da ağay Sərdəbirin diye adıma düşer. İndi böyük müştehitlərdəndir. Ərz eləyim. Bir müddət Məktəb İslam'a yolladım yazdıqlar. Sonra bir Cərrahə müəllimimiz vardı. Ağay Cərrahə ədəbiyyat müəllimiydi. Bu da şahçıydı. Şah əlaqəsi vardı. Ziddi Paniraniст və Ziddi obisilərdi. Bu da fişar gətirirdi ki, məqalələrin Keyhana yolla. Keyhanda gərək çap ola. Onlar sərasəri ruznamədilər. Xaçxun nə mənədir, Məktəb İslam nə mənədir. Mənzurum bu cür bir bəlbəşuda hesab biz mədrəsəni sərəncama yetirdik. Bu sözü şəkərlə gəlsiniz. Siz şah zamanı diploma üçün şah zamanı okuyursunuz. Sonra danışqaya gelipsiniz o yerində. İndi biz bu zamandan milatdan sonra da təbiətən siz belə mədrəsələrdən irtibatınız var idi, uşaqlar mədrəsəyə gediblər, gəliblər. Biz sizdən iki dənə, hala bu sizin xatirələrinizin arasında bir açıqlayaq. İki dənə nizami amuz pərvərişi biz əgər sizə müqayisə edək. Siz nizami amuz pərvərişi şah zamanını ki, bu olsaqla təriflədiniz, nə cür təhlil edə bilirsiniz indiki nizami amuz pərvərişlə? Bunun nüvati zəifin qüvvəti nədir? O zamanın nüvati zəifin qüvvəti nədir? Nəticə alsaq, o zamanın nizami amuz pərvərişi dəqiqət yaxşı idi, keyfiyyətlidir? Ya bu zamanın nizami amuz pərvərişi? Biraz da buna bir işarə... Cənab Beylan, hiç fərqi yoxdur. Sistem ki düz olmadı, hər kəsi gətirirsən gətir. İmamzadanı da gətir. Sistem qələtdir. Sistem qoymaz sizin bir dənə pişrəftiz ola. Şah zamanı nizam-ı amuzişi ya bər əsası rayqanıdır. Bunu mən deyim. Qeyr az mədarisi qeyri-intifai ki milli idi o zaman adları, mədarisi milli. O da məsələn der hətta 70 tümən, 80 tümən, 100 tümən hər ilə pul alırdılar. Bəqiyyəsi rayqanıdır. Mən danışqatda da rayqanı oxumuşam. Mən Təbiristanda da, Dəbistanda da. O zaman bu rayqanlıq məsələsi var idi, bərain ki, məmləkətin dəramədi var idi. Nirusu az idi, insanı az idi. در نتیجه مسائل به اصطلاح رفاهی بی نفر مدارس filanı behmene ta اندازه yetişidiler. Düzdür, merkeziyyət həmişə səhm əslından var idi. Tehranda mesela mədaris var idi, Elborz, nemidonem filanı behma. Urmiyyədə də der səthi mütəvəssit Əmi Kəbirdən, Sahibdən, İbn Sinadan, Məhəmmədizadan var idi. Kətlərdə belə fəlakət mütləqdir. Yəni ta bu qartopu yetişə kətlərə ərirdi bu Nirulan əlində. Amma iki sistem də qələtdir. O zaman sistemi şahənşahədə hər nə mənə geçirdi. Çox cəlibdir. Mən o zaman Şura İctimai Dəbiristan Əmi Kəbir idim. Məsələn, gedərdim, çıxaranlıq elədim. İndi rəşizlərim də vardı bir iki dəfədə. Nəviddə çap olub. Çıxaranlıq elədim. Düşəndə məsələn müəllimi təlimatı dini gələrdi. Görərdim də ləbul ortasından tökülür. Deyərdi, şərəf نداره. اگه یه دونه از این سخنرانی ها را تو دانشگاه تهران بکنی یا تو دانشگاه که میری بکنی اصلا بلافاصله جایگزین هویدا میشه. Yani nəqs bəzi. Bu bir dənə təlimat dini müəllimin dediydi. Bir dənə ədəbiyyat müəllimimiz var idi. Məsələn, o günün sözüylə çəpi idi. Bu da aləmi royalarda zindiqan edilərdi. Biz müəllimlərimiz də vardı. Bunlar da zindiqanlıqlarını qoymuşdular bizim
Dedim də müəllimimiz vardı, gələrdi oturardı klasda. Deyərdi ki, siz bilirsiniz ki, Urmiyyədən ta Tehrana kimi neçə dənə pol var? Deyərdi, abi, bir dəfə getmişik Tehrana, orada otobusda gecə, qaranlıq pol salmamışıq, bilmirik neçə dənə. Deyərdi, məsələn, 15 min dənə pol var. Şah olmasaydı bunu sizdən deyəcəkdi Tehrana. Mən də elə mətəl qalardım. O zaman üz istəyirəm, bir dənə danışdunu ya danışamızı bunlar məhəssili. İbtidai məhəssilini. Sistem eləyə bilməmişdi ki, müəllimi razı eləyə, sən bu adamı, bu uşağı vuranmasın. Bəd az inqilab, həmən sistem, mən özüm bir zaman bilirsiniz də, 59-dan ta 88-ə kimin ya 88-ə kimin 30 il bu şəhərdə qazi idi. 30 ili də bu şəhərdə xidmət eləmişim. Ayı bir yerə getməmişim. Ərz eləyim, mən hətta 40 dənə müəllimi mühakimə eləmişim. 50 dənə müəllimi mühakimə eləmişim. Ağa, sən niyə vurdun uşağın peysərindən dişlər dəydimizə? 12 dənə dişi bir yerdə sındı, çıxdı. Hə, güldü bu. Gülsün də, ağlıya. İnqilabdan sonra sən neçə dənə müəllimi deyirsən, mən ad aparım. Pərvəndəsi var indi Tatmışlərdə mövcuddur. Ki, bunlar ərz eləyim, uşaqları vurmaqdan həzz eləymişlər, keyf eləymişlər. Mən qazi idim, bir gün gördüm deyə Pərvəndə gəldilər. 2 otobus yox, minibus. 2 minibus şahid gətirib. Məsələn, bir 30-32 nəfər. Nümayəndə yalnız pərvəriş gəlib, müdiri mədrəsə gəlib. Bu son qaralda hayıdır, deyə mədrəsənin çoxlardı. Abla, niyə gətirmişsiniz bura? Bunlar oğurluq eləyiblər. Nə mən oğurluq eləyiblər? Bunlar deyil, topu mədrəsəni götürüblər, dəftərdə. Dedim, vallahi, mən məhəssə dedim, yekanda, orada da biz müəllimlər ki, tətil olardı, çıxardı, gedərdi şəhərlərinə, yekanda müəllim yoxudu ki. Mədrəsənin nicəhvanı yoxudu. Biz uşaqlar gedərdik, dəftərin qapısını açardıq, topu götürərdik, oynardıq, sonra da aparardıq, qoyardıq topu yerinə. Buna oğurluq deməzlər ki, uşaqdır, top verməmişsiniz, gedib topu dəftərdən götürüb oynamağa. Axı bir də topun qiyməti neçədir? Sən nə bu qədər pul vermişsən bu 2 otobusa ki, bunları yığıb gətirmişsən bura? Ayrı əsbasqa, sən niyə bu işi görmüşsən? Sən niyə deməmişsən, abla, uşaqdır da mən 8 yaşında, 9 yaşında, 10 yaşında uşağa Dağdı Saraya aparam mənə məsələn. Bunun indi də o ağanı görürəm, gülər məni. Mən buna bir xatirə dedim orada. Dedim, ağa, uşaq bir cürm eləyəndə bunu cürmü deyim, ona deməzlər cürm. Dedim, mən getmişdim bu Salona Qəlleyə mədrəsədə imtahan verirdim, nəhai imtahanatı. Girdim, otdum, mənim də dalımda, yanımda, mənim də yanımda bir qız vardı, qədim 7 dəymanda bizim məhəllədə. Bundan görərdim mən. Bəli, bu o qədər gözəlidir. Əslində, mən cürət eləməzdim buna bir baxam, ya filan eləyəm. Çünki bu firiştə kimin bir şeydir, mən də bir də pısmırıq bir oğlanım bir hesab, tutmaz bizimki. Getdik o salonda gördüm, bu qız mənə dedi ki, ərəbi nə sözdür? Dedim, fulam ərəbidir. Dedim, sən, dedi, mən iftizaham. Dedim, qorxma, nə mənə sual yazsam, sənə də verirəm yazasın. Bu gəldik, indi oturmuşuq imtihanda, sualatı verdim, mən əvvəl sual yazdım, tuttum, bu da yazdım. Sərgistanda. Yox, imtihanat nəhaidir. Nəhaidir ki, qutarıq da şişomu, getirək konkura. Bəli. Ərz eləyim, ikinci sualı da yazdım, tuttum, bu da yazdı. Mumtəhin gəldi mənim qulağıma, dedi ki, xanoğlan, bir də o qıza tutasan sualları o yaza, gəlləm biləyən narahat olasana. Yəni,
bir işler görürəm. Mən də o qədər şov bu, həyəcan o filan idim ki, əslən o müəllimin sözü heç beynimə girmədi ki. Üçüncü sual yazdım, tuttum burada yazdım. 5 tane sualdan 4 tanesini cevap verəcəkdik. Müəllim bu səfər gəldi, dedi ki, bir də sualatı tutasan, o da yatsa, gəlib vərəqəni alacağım, qırmızı əlamət qoyacağım, 0 alacaqsan bu dəstə. Özün də düşəcəksən, çıxmayasan imtahanatına aidən. Yine elə bu qız güldü filan elədi, behman elədi o ətrini. Be qolu kağızdan vurdu mənə tərəf. Mənim məst o şeyda elədi. Mən dördüncü sualımı yazdım, tuttum, o da yazdı. Müəllim mumtahan gəldi, bir dənə əlamət qoydu. Ərz eləyim, vərəqəmi aldı. Özü zəif idi, mən ötürənmədi eşiyə. Mənim yanımda bizim həmşəhərlərdən bir dənə rəhmətlik Nəmət var idi, edam olmuşdu şu zamanı. Onun oğlu zindandan gətirildi, o imtahan verdi mənim yadımda. Bunun əllərini açırdılar, imtahanı verdi, ərz eləyim, sonra aparırdılar bunu zindana. O mümtəhan o pasibana dedi, bunu ötürü eşiyə. Pasiban da heykallı bir pasiban dedi. Mənim tərəfimə gəlmək həmin mən üzüb getdim eşiyə də ondan zorum çatmazdı. Getdim ruberu, o zaman o xiyabanın adı Şahbəxti idi, indi müdərrisdir. Şahbəxti idarə-i qəllə idi. Onun ruberusunda bir dənə bir arabada bir dəstgah satırdı, vəsaizə satırdı. Getdim, ondan bir dənə bıçaq aldım. Gəldim, durdum o salonun qapısında. Elə öz arama üçün deydim də bədbəxt oldum, 0 verdilər, mən çıxanmayacağım. Mən elə bu müəllimi də öldürüm, saxlayım, öldürüm, gedim yatım zindanda da mənə bir ayrı bir iş yoxdur da ki, qalmadı bu məmləkətdə. Ərz eləyim, qəbl əzin ki, o mümtəhin çıxa, ay Qudrətullah Cəvəri çıxdı. Həman Hizb Xaniranisten rəisi. Mənə dedi, burada niyə durmuşsan? Baxdı bir vəzimə məşkuk oldu da, göydə bilən əlim cibimdədir. Gəldi əlimi cibimdən çıxartdı, baxdı bir dənə bıçaq. O zaman biz birbirimizə Sərvər deyərdik. Dedi, Sərvər, heç fikirləmədim bu qədər ağılsız olasan bir qızdan ötür. Hər nəyə. O qızı tərifləyəndə irşad gəldi. Tətillərdə, neviştələri ki, yazmışdım, budu qəşəydi, beyli gözü, dodağı filanı, behmanı. O qız qəşəy olmasa da aşıq olmaz şuna. Mən də onu yazardım ki, bunun qəşəkliğin ki, cəmaat bilərdi ki, niyə ondan ötürü zindiqanlığımı xətərə salmışım. Ərz eləyim, bu qismətə kimin, buraya kimin, o bolşevika həm aşıq olurlar, zaten vardı. Yani Nəvid Azərbaycanda vardı. Buradan qət olub, qoymayıblar da. Ərz eləyim, dedi, Sərvər, fikirləmədim bu qədər də ağılsız olsasan. Bir qızdan ötürü zindiqanlığın heçə burası. Sağ əlimdən aldı, tünlədi o damlanın üstüne. Sonra bir taşlı çağırdı. O zaman aymayalım, biz taşlılar durmazdıq gələ bu cür. Bir taşlı xiyabanın əlinə gedirdi, bu əlindən belə elədik, yəni döncə. Taşlı dönərdi, gələrdi, biz aparardı üçün. Elə bir şəhər, aram bir şəhər idi. Mən 59'da maaşın almışdım, qazi olanda Dadqusların həyətində 3-4 dənə maşın var idi. 2-3 Dadquslarınınki idi, 2-3 dənə də bizimki idi. İndi nə parçincilərdə yer var, nə o işim yox. Mənzurum buydu ki, orada məni taşlını çağırdı, belirlərdi, taşlı gəldi, mənim dedi, dedim, buna Xoşqabır xiyabanı. Döndü mənə dedi ki, xiyalın rahat olsun. O qırmızı əlaməti sildirdim, sənə zat yoxdur, hərəc yoxdur buradan da. Biləxərə mən nəhayədə çıxdım, sonra konkur verdim, konkurda çıxdım, getdim Danışqa Tehran.
Aydın, bir de o xatirələriniz ki var idi, dəvətdə də gətirmişik. Yadımda bir cür qalır ki, siz əvvəl ibtidai oxuyanda kətdə, yekəndə o yazıda yazmışsınız ki, xanım müəlliminizə aşık olmuşdunuz. Yox, Yeşanda deyildi o. O həmən Məhəmməd Rza Şah Ümumiyədədir. Rızaiyə deyildi. Onu da biraz bir açıqlar. Bəli, onu da mən əvvəl ki yazıldım Behzad Məhəmməd Rza Pəhləvidə bizim Həncum oxuyanda. Müəllimimiz bir xanım müəllim idi. Xanım müəllim demə firiştədir. Mən hətta zaman onu yazanda, onun mordunda deyərəm baba, Allah ki buzu deydi, Əhsənullahıl xaliqin filan Behman, olağı yaradıb deyib, bizlərə deməyib ki. Bəzi adam ki, məsələn, bəzilər deyərlər, behiş ziri payı madəranəs, deyərəm, bədbəxtlər, hərcələm madərlər yox ki, bunlar zənanı peyğəmbərdir ki, Ummul Muminindir. Hər kəs peyğəmbərin arvadı olsaydı, Ummul Muminindir, behiş ziri payı oydu. Ona göre o zaman tamamı hesap istediler Muhammed'le bir Hazreti Muhammed'le bir zenaşuyu revabetler ola ki behiş dolan ayağı altında ola. Ve cennet filan mahallede filan Xətçə xanım ya filan mindən onu çıxartıb bir uşaqda o. O behiş ziri payı o değil. Bizler iştibahımız budur. Biz belə xeyal edirik, Allah bizə baxıb deyib Əhsənullahul xaliqin. Allah ona baxıb deyib Əhsənullahul xaliqin. Ərz eləyim, mən bu müəllimə aşıq olmuşdum. Bu müəllimə bu cürdə mat qalardım ona. O da mütəvəccih olardı ki, mən xeyir olmuşam ona. O da bir ləbxəndi vurardı, bir izhar məhəbbət eləyərdi mənə. Da mən deyərdim ki, da iş işdən da bunu heç kəs fəqət bilməsin, bilsəməm. Amma abrım gedər. Bunu mənim bir həm klasım vardı, bir hesab ürəkdən biridir bahəm. Əli adında danışqaha kimin bahəm idi. Bu bir gün mənə dedi, sən dəhlisən. Dedim, niyə mən? Dedi, o sən bu xanım müəllim ilə bir aşıq olmuşsan. Dedim, Əli səfəy danışma, baban nə, eşq nə filan. Yığışdırıb sözlər, xeyr. Biləxərə boynuma qoydu. Boynuma qoydu, dedi ki, onun əri var. Sənə istəyəsən birine aşıq olasan, bir də nəzinə aşıq olasan ki, əri olmuyor. Mən də o zaman uşaqdım bərhal, kiçiydim də 9-10 yaşımda. Deyim ki, xob, indi gəldi, tamam yaxsarbatların əri oldu. Şimdi sarbatlar bak, sarbatlar aşık ola. Xob, mənası nədir? Əri vardı o, cəhənnəmə tünlərə mənim əriyle işim yok. Dedi ki, sənin maaşının pulun var, dedim, pulu neyinsə? Dedi, onun ərifləsində maaşını alıb. Bir də Flux'dan çevrilecek. Sen istəyəsən bunu aladasan, ya 2 dənə Flux alasan. Deyərdim, baba, mənim onun əriyle buzurda, hatta dedim ki, dedi sen onu oğurluyorsan, dedim baba ben istemiyorum oğurluyam. Dedi niye ittifakən bətərin duzlu elə budur, duzlu namus. Sen bu arvadı oğurlasan, ərindən onu oğurlusan, çeşit mal oğurlacının məsələn. Biləxərə gördüm ki, bu bilməyəydi bilib, biraz qıssa gəldim filan Behman. 3 ay tətilat başlamışdı. Mən də elə fəqət bu 3 ay onun fikrindəydim ki, gələ mədrəsəyə, mən görəm onu da. Mən elə məhsədə səfə duymuşduq, gördük Flux'u gəldi. Flux'u bir ağa sürür. Keçəl bir ağa, başında tüh yox. Xanım da oturub kənarında, maşından ki düşdülər. Bu 2 qollu buzur qolun geçdi o ranəndəyin ərinin qoluna. Qarın yarım metr gəlib qabağa. Üzlək filan Behman adam deyib, bəzvədə davat tökülər adamın əlinə yuvar getməz bir zadı qalır. Edə bir bunun üzündə də davat tökülüb, yuvubla bəli ki nə bir
getməyib, qalıb o zadı, adı. Bu əli baxırında mən, səhvdə bir pis söz dedi, mən onu deyəmirəm ki, İsa sənin də bu eşqin filan filan əzab dəramət da, yəni öz şeylə. Mən də bir ləhzə icəndim da ki, bunu öz-özümə bunu başladım, bunun iraddan demək ki, baba iyi, yaxşı bu keçəlim qolundan adam deyib, bir ayı keçər, kirinə geçməyəcək filan behman. O xatirəydi, bəli. O Məhəmmədza Pəhləvidə idi. Sonra iş gördünüz onu mesela. Xeyr, mən o müəllimi görmədim. Biz o Yüz üstürəm. Heç də. O zaman elə qət oldu, bizim də müəllimimiz olmadı da. Bizə əvvəldə Şişumda bizim müəllimimizdə idi. Hətta Şişumda neçə dənə ağa müəllimi idi da. Xanım müəllimimiz yox idi.